İndi isə gəlin belə bir 12-ci suala baxaq. Və 12-ci sual deyir ki, küstümotu bitkisinin yarpağına toxunduqda yarpağın bükülməsi, zərərli maddələrin bədəndən kənarlaşdırılması, bitkinin kök vasitəsilə torpaqdan suyu qəbul etməsi, soyuq yerdə yaşayan heyvanların qalın piy təbəqəsi canlıların hansı xüsusiyyətinə aid nümunə verilməmişdir. Yəni biz bilirik ki, canlılar qidalana bilir, ifraz edə bilir, böyüyür, tənəffüs edir, hərəkət edə bilir və s. Belə bir xüsusiyyəti vardır və 8 dənə canlılarda xüsusiyyət vardır. Baxaq, deyib ki, küstümotu bitkisinin yarpağına toxunduqda yarpağın bükülməsi baş verir. Bu zaman bilirik ki, küstümotu bitkisinin yarpağı toxunduqda bu olur qıcıqlanma. Yəni çünki bükülür də, qıcıqlanır. Ona görə də bu cür variantı getdi. Bitkinin kök vasitəsilə torpaqdan suyu qəbul etməsi, bu deməli bir dəqiqə. Sonra verilib ki, bizə zərərli maddələrin bədəndən kənarlaşdırılması, bu olur ifraz prosesi, bu da getdi. Bitkinin kök vasitəsilə torpaqdan suyu qəbul etməsi, bu da getdi. Sonra isə, yəni qidalanma prosesidir. Bu soyuq yerdə yaşayan heyvanların qalın piy təbəqəsi vardı. Bu da ki, onun uyğunlaşması cavab burada Y variantı tənəffüs olacaqdır.